Deməli, bu misalda gəlin əvvəlcə çarpaz vuraq. Sinus 2x bərabərdir. Kotangens 73, kotangens 17 dərəcə. Sinus 2x bərabərdir. Kotangens 73, kotangens 90 çıxaq 17 yaza bilərik. Çünki 90-dan elə 17-sini çıxanda 73 qalır. Digərini olduğu kimi saxlayaq. Sinus 2x bərabərdir. 90 dərəcə olduğuna görə kotangens adını dəyişir, olur tangens. 90-dan 17 rüb olaraq da 17 arqument. Kotangens 17. Sinus 2x bərabərdir. Tangens 17, kotangens 17 bizə 1 verir. Tangens alfa vuraq kotangens alfa düsturuna görə. Sinus x bərabərdir 1 aldıqsa, x bərabərdir. Sinus 1-i xüsusi halıdır. Harada alırdı? 90 dərəcədə. Pi bölü 2 plus 2 pi k. Cavab elə budur.